Bugün mən istəyirəm sarı köklə zəncəfilin qarışığından danışım və onların bitməz, tükənməz faydalarından danışım. Olarmı? Buyurun. Deməli, bilirik ki, hamı bilir, daha doğrusu bilir ki, həm zəncəfil, həm sarı kök çox olduq qədər faydalı bir bitkilərdir. Bunlara ədviyyatlar da demək olar, dərman bitkisi də demək olar, hətta yeməklərimizə qarışdırılan bir bitkilər də deyə bilərik. Amma bilənlər üçün lap yaxşı, bilməyənlər üçün yenə bilsə yaxşıdır, bilənlər xatırlasa yaxşıdır. Bunları biz həmişə istifadə eləməliyik. Mən məsələn, niyə bundan danışıram? Mən bunların qarışığını demək olar ki, 2 adamdan birinə təyin edirəm və gözəl nəticələr alıram, çox gözəl nəticələr alıram. Baxın, həm zəncəfildə və həm də sarı kökdə, yaxşı bunların qarışıqlarını demə, qarışıq formalarını da hazırlayıb göstərəcəm. Bunları bir-birinə qarışdırıb gündə 3 dəfə bir çay qaşığı atıb ağzımıza, üstdən bir stəkan su içə bilərik. Və yaxud bir stəkan soyuq suya qarışdırıb içə bilərik. Və yaxud da bir stəkan qaynar suya qarışdırıb, bir çay qaşığı bal qarışdırıb, onları göstərərəm. Bunu gündə qarışıqdan 3 çay qaşığı biz daxilə qəbul edəndə nələr alırıq? Bu iki bitkinin qarışığının olduq qədər çox güclü iltihab əleyhinə təsiri var. Məsələn, revmatizmalı xəstələr, revmatoid poliartritdən əziyyət çəkən xəstələr, çox maraqlıdır, artroz xəstələr, artroz, hansılar ki, artroza biz xaricdən təsir edirik, artrit xəstələri. Görürsünüz, əllərində, ayaqlarında, barmaqlarında, məsələn, revmatoid poliartritdən həmişə ağrılar olur. Bax, bunun qarışığından gündə 3 dəfə bir dolu çay qaşığı daxilə qəbul olunanda 15 gündən sonra başlayır ağrılar azalmağa. Çox gözəl şəkildə təsiri var bunun, ağrıları yavaş-yavaş azaldır. Hətta olub ki, barmaqlar şişib, nə qədər şişib, böyüyübsə, həmin şişkinliklər yavaş-yavaş çəkilir. Ayaqda olan şişkinliklər, həmin şişkinliklər çəkilir. Ola bilər bu həmin xəstələr bizlərə qulaq asır. Mütləq şəkildə bunların qarışığından istifadə eləsinlər. Bunların qarışığı 10-15 gündən sonra istifadə edilən 10-15 gün sonra olduq qədər qan dövranını yaxşılaşdırır. İnsanda bir rahatlıq, insanda özündə bir əminlik əmələ gəlir. Məsələn, həm sarı kökün və həm zəncəfilin bütün dünyada, məsələn, zəncəfil haqqında Danimarkada nə qədər işlər görülüb, sarı kök haqqında bütün Avropada nə qədər işlər görülüb, həm yüksəlmiş LDL, yəni köklü pis xolesterin, yəni belə gedişatı yaxşı olmayan xolesterini çox yaxşı şəkildə aşağı salır. Trigliseridləri aşağı salır. Qaraciyər fermentlərini, artmış qaraciyər fermentlərinin, yəni xolesterini, LDL-i,